Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Ekonomiks yenə sizin xidmətinizdədir. Bizə ayrılan vaxt ərzində həm ölkədə, həm dünyada baş verən ən son iqtisadiyyat xəbərləri ilə sizi məlumatlandıracağıq. İndi isə ilk xəbərlərimizə keçid etmək istəyirəm. Beləliklə, Azərbaycanda elektron kənd təsərrüfatının tətbiqi ilə başlanılacaq. Prezident Administrasiyasının şöbə müdürü Azər Əmraslanov belə deyib. Yeni sistem iqtisadiyyatın bu sahəsinin institusional və struktur cəhətdən dəyişilməsini nəzərdə tutur. Bura eyni zamanda fermerlərin qeydiyyatı və torpaqların uçotunun elektron qaydada həyata keçirilməsi daxildir. Torpaqlardan istifadənin səmərəliliyinin artırılması, müasir texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması, emal sənayesinin səviyyəsinin yüksəldilməsi və kənd təsərrüfatı məhsullarının ixrac potensialının genişləndirməsi ilə bağlı yeni layihələr üzərində iş aparılır. Təəssüf ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixrac imkanları çox aşağıdır. Milli Məclisinin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov belə deyib. Komitə rəhbəri hesab edir ki, hazırda üzərində işlənən qanun layihələri bu sahədə ixrac yönümlü məhsul istehsalına təkan verəcək. Kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq və özdə keyfiyyətli, ekoloji təmiz kənd təsərrüfatı məhsullarını ki, xarici bazara çıxa bilər, ixracatımız çoxalsın. O zaman orada tələbat olur. Bəli, onda da əlbəttə tələbat olacaq. O ölkə güclü ölkədir ki, onun ixracı, yəni xaricə satdığı mallar idxaldan yuxarıdır, çoxdur. İndi hələlik biz buna aqrar sahədə o qədər nail ola bilməmişik. Elə biləm ki, inşallah buna da nail olacaq. Ancaq ən əsas məsələlərdən biri odur ki, bugün biz Azərbaycan əhalisini kənd təsərrüfatı məhsulları ilə təmin edə bilirik. Şahdəniz qaz kondensat yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində Gürcüstan hər il tranzitə görə 1 milyard kubmetr qaz əldə edə biləcək. Gürcüstanın energetika naziri Kaxı Kalacı belə deyib. Nazir bildirib ki, layihənin reallaşdırılması ilə Cənubi Qafqaz boru kəmərinin illik buraxılış qabiliyyəti hər il daha 16 milyard kubmetr artacaq. Tranzit qazının 5%-i Gürcüstana qalacaq. Azərbaycanda həm daxili, həm də xarici istehlakçılara satılan neft məhsullarının həcmi yanvar ayında 4% azalıb. Məlumatı Dövlət Statistika Komitəsi yayıb. Qurumun hesablamasına görə bu dövr ərzində 500 mindən tondan çox neft məhsulu satılıb. Realizə edilən məhsulların tərkibində əsas yeri dizel yanacağı tutur 34%, avtomobil benzinin payı isə 21%dir. Yanvar ayında istehsal olunmuş məhsulun 75%-i daxili tələbatın ödənilməsinə yönəldilib. Daxili alıcılara satılan neft məhsulların həcmi 5% aşağı düşüb. Azərbaycanın könüllü sığorta bazarında geriləmə qeydə alınıb. 2013-cü ildən başlayan azalma prosesi 2014-cü ildə daha da sürətlənib. Azərbaycan Sığortaçılar Asosiasiyası hesab edir ki, avtonəqliyyat vasitələri üzrə könüllü sığorta haqlarının azalması daha çox hiss olunmağa başlayıb. Keçən il bu rəqəm təxminən 8% idi, bu ayın ümumi ili yekunları üzrə. Bu ilin birinci ayında yanvar ayı üzrə keçən ilin müvafiq vaxtı ilə müqayisədə təxminən 14% yaxın azalmamız var. Burada əsas təsir edən amillərdən biri əlbəttə ki, banklarda kredit şərtlərinin biraz sərtləşdirilməsi oldu. Bildiyiniz kimi, banklarda artıq elə formatda qaydalar tətbiq olunur ki, ancaq yeni avtomobillər və yaxud nisbətən yeni avtomobillərin alınması halında qaydalar bir balaca da olsa normal müştəriyə sərf edən qaydalar olur. Və insanlar avtokreditlərin alınması azaldıqca könüllünün sığortanın da alınmasında azalma müşahidə olunacaq. İndi isə dünya iqtisadiyyatına baş verən proseslərə nəzər yetirək. Ukraynada baş verən siyasi böhran ölkə iqtisadiyyatını tamamilə iflic edib. Avropalı ekspertlər hesab edirlər ki, ixtişaşlar nəticəsində dəyən zərərin aradan qaldırması üçün rəsmi Kiyevə ən azı 5 il vaxt lazım olacaq. Ukraynada Avropaya inteqrasiya şüarı altında başlayan aksiyalar öz miqyasını genişləndirərək iri qarşı durmalara çevrilib. Ölkənin bütün böyük şəhərlərində yaşanan müharibələr ölkə iqtisadiyyatını tamamilə iflic edib. İnfrastrukturun yararsız hala salınması, inzibati binaların yandırılması, nəqliyyat sisteminin durğunluğu bunlardan yalnız bir hissəsidir. Ukraynadakı vəziyyətin pik nöqtəyə çatdığına görə bir sıra xarici şirkətlər və banklar müvəqqəti olaraq fəaliyyətlərini dayandırıblar. Bundan əlavə olaraq son günlərdə ən kritik vəziyyətə sığorta sektoru olub. Yerli sığorta şirkətləri dəymiş zərərə görə ödənişləri demək olar ki, dayandırıblar. Xarici şirkətlər isə yalnız tibbi sığorta ödənişlərini edirlər. Yerli və xarici sahibkarlar da vəziyyətdən olduqca narahatdırlar.
Belə ki, son günlərdə əhalinin alıcılıq qabiliyyəti 4 dəfə aşağı düşür. Hazırda sakinlər yalnız vacib qida məhsullarını alırlar. Ukraynadakı prosesləri ölkə xaricindən də diqqətlə izləyirlər. Amerika Birləşmiş Ştatlarının Maliyyə Naziri Ukraynanın tarixi boyu görülməmiş maliyyə böhranına sürükləndiyini və bundan çıxış yolunu beynəlxalq kreditorlardan yardım almaqda görür. Ukraynada baş verən siyasi hadisələrin özəyində iqtisadi böhran dayanır. Ölkə vəziyyətin sabitləşdirilməsi üçün bir həcmli maddi yardıma ehtiyac duyur. Hesab edirəm ki, bunun üçün Kiyev, Rusiya deyil, beynəlxalq valyuta fonduna müraciəti daha məqsədə uyğun olar. Amma vəsaitin effektivliyini təmin etmək üçün iqtisadi islahatlar daha vacib şərtdir. Bununla yanaşı Avropa İnvestisiya Bankı ölkədəki fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Bank rəhbəri Werner Hoyer gələcək fəaliyyətini ölkədəki siyasi və iqtisadi proseslərin gedişini əsasən tənzimləyəcəklərini bildirib. Bunu da əlavə edək ki, ölkədə fəaliyyət göstərən banklar nağd pul ödənişləri barədə çətinlik çəkirlər. Ümumiyyətlə isə bankomat vasitəsilə nəqd ödənişlər üçün məhdudiyyətlər qoyulub. Belə ki, əhali $500 yuxarı vəsait çıxara bilməz. Ukrayna Mərkəzi Bankı isə maliyyə bazarındakı vəziyyətin hələ ki nəzarətdə olduğunu açıqlayıb. Amma maliyyə bazarı analitikləri bunun tam əksini düşünürlər. Belə ki, qrivnanın son 6 ay ərzində 22%-dən çox öz dəyərini itirməsi dövlət büdcəsinə ciddi təsir edəcəyini bildirilib. Almaniyanın İqtisadiyyat və Əmək Nazirliyi ölkənin yanvar ayındakı sənaye istehsalı həcmi ilə bağlı hesabatını açıqlayıb. Nəticələr isə hökumətin proqnozlarını doğrultmayıb. Nazirliyin yanvar hesabatına əsasən Almaniyanın sənaye istehsalı sentyabr ayından bu yana ən maksimal dərəcədə 1,6% aşağı düşüb. Analitiklər 2 aylıq davamlı enməyə baxmayaraq nikbirlik nümayiş etdirərək yanvarda 0,5%lik artım proqnozlaşdırırdılar. Hökumətin illik göstəricidə 3,1% artım proqnozu da özünü doğrultmayıb. Belə ki, sənaye istehsalı 1%lik artıma nail ola bilib. Almaniya iqtisadiyyatının inkişafına başlıca maneə isə əsas bazar olan Avrozona iqtisadiyyatının zəif dirçəlişi hesab olunur. Ölkənin sənaye sahələrinə sifariş sayı yanvar ayında 22% azalıb ki, bu da sektor üçün kritik göstərici sayılır. Almaniya iqtisadiyyatı bu ili istədiyi kimi başlaya bilmədi. İqtisadi balans pozuntusu nəticəsində dayanıqlıq olmadı. Şirkətlər hələ də sərmayələrə ümid bəsləyirlər. Göstəricilərin pisləşməsi səhmdarlar üçün ciddi faktor ola bilər ki, nəticədə şirkətlər bundan əziyyət çəkə bilərlər. Hesabat sənədinə əsasən yanvar ayında Almaniyanın emal sənayesi də mənfi nəticə göstərib. Sektorda 1,6%lik enmə qeydə alınıb ki, bu da nəticə etibarilə əmtə istehsalında 2%lik enməyə səbəb olub. Bundan əlavə olaraq inşaat sektorunda 1,8% elektrik enerjisi istehsalında 5%lik azalma qeydə alınıb. Qısa müddətli istehlak məhsulları istehsalı 0,9%, uzun müddətli istehlak məhsullarının istehsalı isə 6,5% zəifləyib. Bundan əlavə olaraq Almaniyanın xarici ticarət balansı barədə məlumat açıqlanıb. Verilən məlumata görə idxalın ötən ayla müqayisədə 2,9% artması ixracın cüzi səviyyədə, yəni 0,2% yüksəlişi səbəbindən ticarət balansındakı kəsir azalıb. Bu göstərici yanvarda 19,1 milyard avro olub. Təqvim və mövsümi faktorlar nəzərə alınmaqla ticarət balansının müsbət saldosu isə 16,4 milyard avroya qədər azalıb. Avropa Komissiyası İtaliya hökumətinin borclarını azaltmaq istiqamətindəki fəaliyyətindən narazıdır. Rəsmi Roma isə bu iddiaları qəbul etmir. Hökumət bu istiqamətdə zəruri tədbirlərin həyata keçirildiyini bəyan edib. Avropanın maliyyə qurumları İtaliya hökumətinə müraciət edərək dövlət borclarının azaldılmasında sərt tədbirlər görmədiklərini tənqid ediblər. Maliyyə məsələləri üzrə Avropa komissarı Olli Rehn çıxış zamanı rəsmi Romanı bu istiqamətdə ləng hərəkət etməkdə ittiham edib. O, həmçinin bu il üçün investisiyaların cəlb edilməsi üçün qarşıya qoyulan hədəflərin yerinə yetirilməsində də şübhə ilə yanaşdıqlarını ifadə edib. Qeyd edək ki, İtaliya Avrozonada Yunanistandan sonra ən çox dövlət borcu olan ölkədir. Hazırda bu rəqəm ümumdaxili məhsulun 113%-ni təşkil edir. İtaliya öz dövlət borclarının ödəmə tempini müəyyən həddə qoruyub saxlamalıdır. Lakin proseslər biz istədiyimiz kimi getmir. İl ərzində ümumdaxili məhsulun 0,5%-ə qədəri mərhələli şəkildə dövlət borcu azalmalıdır. Bunun əvəzində isə biz görürük ki, İtaliyanın 2014-cü il üçün hazırladığı dövlət büdcəsində borcların ödənilməsi yalnız 0,1% nəzərdə tutulub. Bu isə borc səviyyəsinin azaldılması üçün kifayət deyil.
Olli Rehn onu da əlavə edib ki, Avropa Komissiyası İtaliya hökumətinin dövlət borclarının ödənilməsinə nəzarət edəcək və mart ayından bu istiqamətdə yoxlamalar aparacaq. Qeyd edək ki, hökumətin borclarının ödənilməsi ləngitməsində əsas səbəb yeni büdcə layihəsində investisiya cəlbi məsələsində prioritet verilməsidir. Hələ noyabr ayında baş nazir çıxış zamanı bildirmişdi ki, İtalyan şirkətlərindəki dövlətə aid olan səhim paketlərinin satışını sürətləndirməlidir. Hökumət bundan 18 milyard avro qazanc əldə etməyə planlaşdırır ki, bunun da yarısını məhz dövlət borclarının ödənilişinə xərclənəcək. Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti gələn həftə İspaniyaya növbəti dəfə səfər edəcəyini bildirib. Məqsəd ölkənin bank sektorundakı islahatlar prosesini yoxlamaqdan ibarətdir. Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti martın 7-sində hökumət rəsmiləri və özəl sektor nümayəndələri ilə görüşlər keçirəcəklər. Müzakirələr ərəfəsində bank sektorunun 5-ci və sonuncu müstəqil yoxlamaları keçiriləcək. Fondun mətbuat xidmətindən bildirilib ki, yoxlamalar barədə ilkin hesabat 21 martda, yekun sənəd isə aprel ayında açıqlanacaq. Məlumat üçün bildirək ki, bu cür yoxlamaların aparılması maliyyə yardımının ayrılması üçün əsas şərtlərdəndir və İspaniya bu yardım üçün 2012-ci ilin iyul ayında müraciət etmişdi. Fondun 4-cü yoxlamaları ilə bağlı hesabatda qeyd edilmişdi ki, İspaniya üzərinə düşən bank islahatlarını uğurla davam etdirir. Ölkənin maliyyə institutları kapitallarını yaxşılaşdırmaqda və balanslarının şəffaflığını artırmaqdadırlar. Beynəlxalq Valyuta Fondunun mütəxəssisləri hesab edir ki, rəsmi Madrid islahat kursunu bu cür davam etdirərsə, dövlət borcları, büdcə kəsiri və işsizliklə bağlı problemlərini yaxın 5 il ərzində tamamilə aradan qaldıra biləcək. Qeyd edək ki, hazırda ölkə iqtisadiyyatının əsas çətinliyi ithal-ixrac balansının dəyişkənliyi ilə əlaqədardır. İnkişaf etmiş ölkələr öz daxili problemlərini Qərbin mərkəzi bankları ilə əlaqələndirməməlidirlər. Bu fikri Böyük Britaniyanın Maliyyə naziri George Osborne çıxışı zamanı bildirib. İnkişaf etmiş bazarlar hər hansı maliyyə çətinliyi yaşandığında səbəbini mütləq Qərbin mərkəzi banklarına görürlər. Bu qətiyyən doğru deyil. Ölkələr hər hansı stimullaşdırıcı proqram keçirmirsə və köklü islahatlar aparmırsa, təbii ki, problemlər də olacaq. Mərkəzi banklar planlı şəkildə bir mexanizm üzrə fəaliyyət göstərir. Doğrudur, bankların pul kredi siyasətində cüzi dəyişikliklər ola bilər, amma bu regionun iqtisadi mühiti üçün o qədər də nəzərə çarpan dəyişiklik yaratmır. İsveçin Volvo avtomobil şirkəti ağ işçilərini ixtisar etməyə qərar verib. Belə ki, fiziki əməklə bağlı sahədə çalışmayan inzibati korrupsiya əməkdaşlarının 4400 nəfəri işdən çıxarılacaq. Bu il ərzində bir sıra ciddi tədbirlər görməyi əsas hədəf seçmişik. Xüsusən də lazımsız vəzifələrin ləğvi və xərclərin azaldılması prioritet sayılır. İstehsal dinamikası qorunsa da satışlar proqnozları doğrultmur. Rentabeli balanslaşdırmaq üçün kəskin addımlar atmalıyıq. Növbəti 3 ay ərzində inzibati işçilərin 4400 nəfəri ilə əməkdaşlığımıza son verəcəyik. Əgər nəticələr müsbətə doğru dəyişməzsə, proses davam etdiriləcək. Fransanın ən iri süd məhsulları istehsalçısı Danone 2014-cü ili zəif templə başlayıb. Şirkət rəsmiləri xüsusilə Asiya regionunda satışların azalmasında ciddi narahatlıq duyurlar. 2013-cü ilin yekununda son 10 ildə ən yüksək zərərlə qarşılaşdıq. Bu tendensiya bu ilin ilk ayında da qorunur. Asiya regionunda yerli rəqiblərin artması səbəbilə bazar payını itirməkdə davam edirik. Bu da gəlirlərimizə birbaşa təsir edir. Növbəti 6 ay ərzində Asiya bazarındakı səylərimizi davam etdirəcəyik. Əgər hər hansı müsbət dəyişiklik baş verməzsə, daha rentabelli bazarın axtarışı məcburiyyətində olacağıq. Çində cari ilin yanvar ayında inflyasiya səviyyəsi illik göstəricidə gözlənilmədən 3% enib. Bu barədə Dövlət Statistika İdarəsi məlumat yayıb. Qeyd edək ki, dekabr ayında bu göstərici 3,2% təşkil etmişdi. Hesabatda o da qeyd olunub ki, istehlakçı qiyməti 0,1% aşağı düşüb. Bundan əlavə qida məhsullarının qiymətində dekabr ayı ilə müqayisədə 5,9%-dən 6,5% qədər artım müşahidə olunub. Hökumət ölkə iqtisadiyyatının anidən artımının mənfi fəsadlar törədəcəyindən ehtiyatlanaraq pul kredi sistemində dəyişiklik etməyə hazırlaşırlar.
Cənubi Koreyanın Samsung şirkəti bu il üçün smartfon satışı proqnozunu yeniləyib. İlkin ehtimala görə 2014-cü ildə 360 milyon ədəd satış proqnozlaşdırılsa da, hazırda bu göstərici 340 milyona indirilir. Buna baxmayaraq, yeni proqnoz 2013-cü illə müqayisədə 15% yüksəkdir. Hesabata əsasən ötən ilin 4 rübündə Samsung şirkəti bazarda 226 milyon smartfon satıb. Bu ilin 7 ayında isə bu rəqəmin 310 milyon etmək niyyətindədir. Qeyd edək ki, şirkət fəaliyyət istiqamətini getdikcə dağıtmaqdadır. İllik hesabatları əsas tutaraq az gəlir gətirən bölmələr ilbəil ixtisara salınacaq. Yaponiyanın avtomobil istehsalçılarına sifariş həcmi isə yanvar ayında növbəti dəfə artım nümayiş etdirib. Hesabata görə əvvəlki ayla müqayisədə yanvarda sifariş həcmi 0,16% yüksəlib. Qeyd edək ki, dekabrda eyni göstərici 2,1% azalmışdı. Ekspertlər hesab edirlər ki, sifarişlərin artması aprel ayında vergilərin qaldırılacağı ilə əlaqələndirilir. Hazırda satış vergisi 5% təşkil edir, lakin hökumət bunu yetərli saymır və bu ildən 8%-ə qədər artırmağı düşünür. Hazırda sifariş dinamikası 3 aydır ki, davamlı olaraq artır və 800 milyard yenidən yüksək nəticəni nümayiş etdirir. Belə bir dinamika 2008-ci ildən bu yana müşahidə edilməmişdir. Dünya iqtisadiyyatı ilə bağlı bayaq təqdim etdiyimiz xəbərlər təbii ki, dünya birjalarına da öz təsirini göstərəcək. Biz indi isə birjalarda baş verən proseslərə, tendensiyaya nəzər yetirmək istəyirəm. İlk olaraq fond bazarları ilə bağlı. Beləliklə, dünyanın fond bazarları əsasən artım nümayiş etdiriblər. Amerikanın Dow Jones indeksi 0,134% yüksəlib, S&P 500 və Nasdaq 100 indeksi 0,13% kimi bahalaşıb biliblər. Dəyərini daha çox yüksəldən Yaponiyanın Nikkei 225 indeksidir. Bu indeks 2% yaxın artıb. Avropa birjalarında fərqli tendensiya qeydə alınıb. Almaniyanın DAX-ı 0,43% enib, Britaniyanın FTSE 100 isə 0,24% bahalaşa bilib. Neft bazarında mənfi tendensiya hökm sürür. New York Əmtəyə birjasında keçirilən elektron ticarət əməliyyatlarında Light markasından olan neft 0,35% ucuzlaşıb. İndi bu markadan olan qara qızılın bir barelinin qiyməti $100.9 sentdir. London qitələrarası birjasında əracı çıxarılan Brent nefti isə 0,22% enib və indi $110.23 sentə satılır. Qızıl qırmızı zonadadır. Bu metal 0,4% ucuzlaşıb və bir unsiyası təxminən $1318 təklif olunur. Gümüş daha çox 1%-ə kimi dəyərini itirib. Hazırda onun qiyməti $21.62 sentə satılır. Platinin qiyməti $1414'dır. Bu isə az bahalaşma deməkdir. Palladium və mis ucuzlaşan metallar siyasına düşüb, alüminium isə 0,13% bahalaşıb. Avro dollara məzəmməsi 1.37-dir, dollar yen 102.57-yə yüksəlib, funt sterling dollar isə 1.66-46-yə mübadilə olunur. Azərbaycan manatının digər valutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənələri təqdim edirəm. Dollar təxminən 78 qəpik yarıma mübadilə olunur. Milli valyuta avroya nisbətdə düşüb, indi avro 1 manat 7 qəpik yarımdır. Rusiya rublu 2,2 qəpik, Türk lirəsi isə 36 qəpiyə yaxındır. İndi isə sözü həmkarım Pərviz Musayevə vermək istəyirəm. O sizi bu saat olan ən son idman yenilikləri ilə tanış edəcək. Hər vaxtın xeyir olsun Pərviz. Hər vaxtınız xeyir, Rasim, xoş gördük. Buyur, söz sənindir. Bu saat olan ən son idman yeniliklərindən bağlı məlumat almaq istəyərdik. Artıq Soçi Olimpiyadası başa çatmaq üzrədir. Bizlər üçün sadəcə bir qədər elə gətiribdir ki, idmançılarımız dedikləri bu bir qədər geniş səslənir. Yəni, duetimizdən başqa qalan 2 idmançımız yarışın son günlərinə çıxış edirlər. Və bugün qadın idmançımız çox orijinal bir adı var. Gaya Bassani Antivari. Qadın xizəkçimiz, dağ xizəkçimiz bu mübarizəyə qoşulmalıdır. Baxaq görək ki, nə edəcək, neçənci yer tuta biləcək. Təbii ki, mükafatları məlum məsələdə ümid etmirik, amma hər halda idmançımızdan daha yaxşı bir çıxış gözləyirik, üzr istəyirəm. Və Avroliqa turnirində ötən gün 16-da bir final mərhələsinin ilk görüşləri keçirilib. Kifayət qədər maraqlı nəticələr qeydə alınıb, düzdür, bir qədər məhsuldarlıq aşağı olub, amma hər halda maraqlı nəticələr var. Düşünürəm ki, tamaşaçılar oyunda vurulan qolları izləmək istəyirlər və bir də bir süjetimiz olacaq, hansı ki, Bakı 2015-ə hazırlıq çərçivəsində təmir olunan idman obyektlərindən birinin hazırladığımız süjetimiz var, yəqin ki, maraqlılar tamaşaçılar üçün. Doğrudan məncə maraqlı xəbərlərdir Pərviz. İndi isə buyur, söz sənindir. Hörmətli tamaşaçılar, bir daha qeyd edim ki, bizə ayrılan vaxt isə burada bitir. Ən yeni iqtisadiyyat xəbərlərlə tanış olmaq istəyirsinizsə, Ekonomiksin axşam buraxılışını qaçırmayın. Mən isə gələn həftə sizinlə yenidən görüşəcəm. Hələlik.